Ben 44 günlük müharibədə şəhid analarını görəndə çox təsirlənirdim, çox doğulanırdım, ağlayırdım. Onda mənim evladım mənə baxdı, dedi, niyə ağlayırsan ki? Görürsən, heç onun anaları ağlamır. Vaxt gələcək, zaman gələcək, sən də şəhid anası olasın. Mən fəxr edirəm ki, şəhid anasıyam. Müsahibimin titrək səsi ilə söylədiyi ilk cümlə əslində həm kədər, həm də qürur doludur. Gözü yaşlı, amma başı dik olmağından bilinir ki, Günel Abbasova qəhrəman anasıdır. Əslən Füzulidən olan Ülvi Mikayılovun anası. Antiterror tədbirləri zamanı şəhid olmazdan əvvəl də elə ən böyük arzusu idi Füzulini görmək. Onun uğrunda savaşdığı torpaqlarda bugün anası yaşayır. Günel Abbasova deyir ki, Füzulidə Prezident İlham Əliyevin yerli sakinlərlə görüşü zamanı yaşanan duyğulu anlar onu kövrətməklə yanaşı həm də qürurlandırdı. Bugün həm sevinçli, həm kədərli gündür. Qızımın da gözyaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik. 10 il keçsə də, 20 il keçsə də. Hamımız gözyaşları tökmüşük və tökülür. Allah sizi var eləsin. Allah sizi korusun. Allah sizi korusun. Ayın 17-sində şəxsən prezidentimiz mənə hörmət olaraq, yəni məni də dəvət elədilər prezidentimizlə görüşməyə. Ali Başkomandanla üz-üzə gəlmək hər kəsə nəsib olmaz, hər kəsə qismət olmaz. Onun mənə qarşı olan dəyərini, şəhid analarına hörmətini dünən gördüm mən. Yəni o görüşdə şəhidlərin adını çəkəndə mən kövrəldim. Prezidentim mənə baxmağını, mənlə bərabər kövrəlməyə mənə çox qürur verdi. Düzdür, kövrəldim, pis oldum, anayam. Amma çox qürurlandım, çünki mənim evladımı bütün Azərbaycan tanıdı. Danışdıqca göz yaşlarını saxlamaqda çətinlik çəkir, boğazı düyümlənir. Kim bilir, bəlkə də hər cümləsində ifadə edə bilmədiyi nə hisslər var. Mən bilmirdim, heç mənim xəbərim olmayıb. Atası xəbər eləyib ki, Ülvi qabaqdadır, öndədir. Mən onu bilmirdim ön cəbhədə olduğunu. Mənə ayın 19-u deyilmişdi. Əslində 19-u mənə elə deyiblər. Mən bilməmişəm, Ülvi ilə 19-u şəhid olubmuş. Əskərlərin içində axtarıram. Burada maşınlar keçəndə baxıram da, dedim, olar bir də sağ olar, bilmərəm, gələr, görəm. Hələ də ümidim var. Əlimdə silahım, ürəyimdə sən. Mən bu dağlarda əskərəm ana. Bunlar Ülvünün anasına son sözləri idi. Ülvünün timsalında